Salam, hər vaxtınız xeyirli olsun, sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Hər birinizi xoş gördük. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu günlər İslam aləmində əzəmətli aylardan sayılan Rəcəb ayı artıq daxil olur. Rəcəb ayının əlbəttə ki, xüsusi fəzilətli bir ay olduğu barəsində də bir çox hədislər və bir çox hikmətli kəlamlar vasitəsilə hər birimizin məlumatımız var və xüsusilə də Rəcəb ayının biri İslam səmasının 5-ci günəşi olan İmam Məhəmməd Baqir əleyhissalamın mövludu günüdür və bu şərafətli, bərəkətli gün münasibəti ilə də hər birinizi ürəkdən təbrik edirik inşallah. Bayramınız mübarək olsun. Həm Rəcəb ayının daxil olması, həm də 5-ci imamımızın mövludu münasibəti ilə. Və bu gözəl, bu özəl, bərəkətli bir gündə studiyamızın qiymətli qonaqları var inşallah. Mən zaman itirmədən qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım ilahiyyatçı alim İmam Rıza məscidinin axundu Hacı Həsən Hüseynoğlu. Hacı, xoş gəlmisiniz. Sağ olun. Sağolun eləsin. Mən də sizin bu studiyanın əməkdaşlarını, bu verilişlərin ərsəyə gəlməsində zəhməti keçən hər bir kəsi və eyni zamanda bizi izləyən mömin, müsəlman bacı qardaşlarımı ki, bu 14 TV-nin izləyicilərini salamlayıram. Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinizə olsun inşallah. Təşəkkür edirik Hacı. Aleyküm salam deyirik və bayramınızı təbrik edirik. Var olasınız ki, bu özəl gündə siz də iştirakınızla bizim studiyamızı zinətləndirdiniz. İnşallah, əlbəttə, veriliş ərzində sizin gözəl söhbətlərinizi dinləyəcəyik, zövq alacağıq. Və növbəti qonağım Əhl-i-Beyt məddahı Rozaxan Rəsul Həsən. Rəsul bəy, xoş gəlmisiniz. Mən də hər birinizi salamlayıram inşallah bütün izləyiciləri və sizləri. Allah bu mövzuda bizlər üçün mübarək qərar versin inşallah. Təşəkkür edirəm ki, belə gözəl verilişə bizi dəvət eləmişsiniz, belə gözəl insanlarla, belə gözəl ruhani ilə və siz xidmətçi ilə. Əhl-i-Beytin xidmətçisi, Allah hər birinizdən razı olsun inşallah. Təşəkkür edirəm, aleyküm salam deyirəm. Mən də sizin bayramınızı ürəkdən təbrik edirəm inşallah. Var olasınız ki, dəvətimizi qəbul edib, gəlib, iştirak edirsiniz. Ümid edirəm ki, verilişimiz çox bərəkətli olacaq. Hacı, bu ilk sualımı da sizə ünvanlamaq istəyirəm. Hacı, bayaq da təbii ki, təqdimatımdan da şahidi oldunuz ki, Rəcəb ayının artıq ilk günü daxil olub və İslam aləmində Rəcəb ayı, Şaban ayı və Ramazan ayı barəsində təbii ki, bir çox hədislər bizim əlimizdə var və Rəcəb ayının hansı, belə deyək, fəzilətə malik olduğu barəsində xahiş edirəm, fikirlərinizi bildirəsiniz və eyni zamanda təbii ki, bu ayda insanlar hansı əməlləri yerinə yetirsə çox gözəl olar, çox savablı olar. İnşallah bu ayın fəzilətindən onlar da istifadə eləmiş olarlar. Buyurun, Hacı. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi təyyibinə tahirin. Bəli, mən də dəyərli hacımız sizin bu təbriklərə qoşuluram. Doğrudan da qeyd etdiyiniz kimi çox əzəmətli bir aydır. O 3 aylıq ki, el dili iləndirsə, bunların birincisi Rəcəb ayı. Rəcəbül Mürəccəb, Rəcəbül Müəzzəm. Əmirül Müminin Həzrəti Əli əleyhissalatu vəssalam buyurur ki, Rəcəb ayının elə özəllikləri, elə fəzilətləri vardır ki, özünə məxsus. Heç bir ay həmin özəlliklərdə, fəzilətlərdə ona çatmaz. Rəcəb şəhri. Həzrət buyurur ki, Rəcəb mənim ayımdır. Şəban Peyğəmbər Əkrəmin ayıdır. Sallallahu aleyhi və aleyhi. Ramazan Allah ayıdır. Başqa bir rivayətdə gəlib, Allah, hədis-i qudsidə Allah buyurar ki, Rəcəb mənim ayımdır, Allah ayı, şəhrullah. Şəban Peyğəmbər Əkrəmin ayıdır. Ramazan ümmətimin ayıdır. Bəli, Rəcəb ayı şəhrul əimmə deyərlər. İmamlar ayı. Qeyd edildiniz ki, Rəcəbin elə əvvəli ilk günü ki, vilayət səmasının 5-ci nuru, 5-ci günəşi İmam Məhəmməd Baqir əleyhissalamın mövludu.
Sonra bu ayda Əmirul Müminin Həzrət Əli əleyhissalatu vəssalamın mövludu və sair mövlud günləri ki, əimmə ilə bağlı günlər və eyni zamanda Qur'an-ı Kərimin, yəni Peyğəmbər əleyhissalama peyğəmbərlik verilən məbəəs bayramı günü ki, Rəcəb ayının 27-sinə təsadüf edir. Bütün bu əzəmətli günlər bu aya təsadüf edibdir ki, buna Rəcəbul Əsəm də deyərlər, möhkəm və yaxud Rəcəbul Əsəb gəlib, səbbə, yəsubbu babından ki, ərəb dilində İmam Sadiq əleyhissalatu vəssalam buyurur ki, Rəcəb ayının Əsəb adlanması buna xatirdir ki, لِأَنَّ اللّٰهَ تَعَالَى يَسُبُّ الرَّحْمَةَ ف۪يهِ عَلَى ibadih. Çünki Allah Teala yağış kimi subbulma deyərlər, sabbulma, suyun, yağışın tökülməsi. Allah Teala bu ayda öz bəndələrinin üzərinə rəhmətini yağış kimi tökər. Yağış kimi səpələyər ki, çilənər. Bu aya Rəcəbul Əsəbdir. Və Həzrət buyur ki, Rəcəb eyni zamanda nəhrun fil cənnə, cənnətdə olan cənnət bulaqlarından, çaylarından birinin adıdır Rəcəb. Hər kəs Rəcəb ayının ehtiramına bir gün bu ayda Allah rızası üçün oruç tutarsa, Rəcəbə ehtiram olaraq ki, Allah Teala həmin çayın, həmin nəhrin, bulağın suyundan o mömin bəndəsinə Allah Teala içizdirər. Əgər vaxtımız inşallah olar, istərdim Rəcəb ayı barəsində xüsusilə, Rəcəb ayının ki ilk günü, Rəcəb ayının gəlişi barəsində ki, bir buyurulan Əhl-i Beyt əleyhimussalamdan yetişən ki, bir hədis ki, istərdim səsləndirək. Həzrət Peyğəmbər Əkrəm buyurub sallallahu aleyhi və aleyh. İnnəllaha nəsəbə fis-səmai sabiən mələkə. Allah Teala göyün 7-ci qatında bir mələk xəlq edib, qərar veribdir. Bu mələkin işi nədir? Nədən ötəridir? Bu mələkin adı yuqallahu əd-da'i. Bu mələkin adı daidir. Fəizə dəxələ şəhrul Rəcəb. Həzrət buyurur ki, elə ki, Rəcəb ayı gəlib daxil olur. Bu mələk nida eləyir. Hər gecə, Rəcəbin hər gecəsi sübhə qədər, bütün Rəcəb ayı boyunca, gecədən sübhə qədər nida eləyir, çağırır Allah bəndələr. Nə deyir? Rəcəb gəlibdir. Tuba liz-zakirin, tuba lit-tai'in. Cəmaat, xoş olsun bu ayda Allahı zikr edənlərin halına. Bu ayda məsələn müstəhəbdir ki, Rəcəb ayında hər gün 70 dəfə Əstəğfirullaha və əsəluhu tövbə. Asan bir zikirdir. Bazı qardaşlarımız bunu yadında. Əstəğfirullaha və əsəluhu tövbə. 70 dəfə. Tərcüməsini də hazır deyək. Ki, Allahdan bağışlanmaq istəyirəm və tövbə diləyirəm. Tövbə. Allah məni həqiqi tövbəkarlardan qərar versin. Bu mənada. Ey insanlar, mələk deyir, nida edir. Sizin Rəbbimiz Allah belə buyurur. Rəcəb ayı üçün, Rəcəb ayında. Ənə cəlisun mən calə səni. Hər kəs bu ayda məni ilə oturdur eləyər, mən onu ilə oturdur eləyənəm. Mən onun ilə cəlisəm. Eyni məclisdəyəm. Və muti'un mən əta'əni. Hər kəs mənə itaət edərsə, mən də Allah deyir, mən də ona itaət edərəm. Yəni, hər kəs bu ayda mənim sözümə baxar. Mənim buyurduqlarımı yerinə yetirərsə, mən də onun sözünə baxaram, onun istəklərini yerinə yetirərəm. Mənə itaət eləyənəm, mən bu ayda itaət eləyəm. Və qafiru mən istəğfərəni. Ey cəmaat, Allah buyurur ki, hər kəs bağışlanmaq diləsə bu ayda, mən əlbəttə onu bağışlayanam. Əş-şəhru şəhri vəl-əbdu əbdi. Cəmaat, ey insanlar, bu ay mənim ayımdır, siz də mənim bəndələrimsiniz. Və rəhmətu rəhməti. Bu bağışlamaq da, rəhmət də, bu da mənə məxsusdur, bu da mənimdir. Fəmən dəani fi hazəş-şəhr əcəbdu. Hər kəs bu ayda məni çağırarsa, mən onu cavabsız qoymaram, cavabım verərəm. Hər kəs məndən bir şey istəsə, mən əlbəttə ki, onun istəyimi verərəm. Hər kəs hidayət olunmaq istəsə, onu hidayət edərəm. Və cəəltu hazəş-şəhr həblən beyni və beynə ibadi. Bilin ey insanlar, hər kəs bu ayda bağışlanmaq istəsə, Allah buyurur, bağışlayaram. Bu ay özümlə bəndələrim arasında möhkəm qırılmaz bir ip qərar vermişəm ki, hər kəs bu ipdən yapışsa, Rəcəb ayından yapışsa ki, mənə yetişər. Bu Rəcəb ayının fəziləti barəsində ki, inşallah
İmam Baqir Əleyhissalatu vesselamın viladəti xüsusunda bir neçə dəqiqə sonra da inşallah ki bizim əziz qardaşımız Feyziyar verirlər. Amma onun mövludun bəlkə tarixini elə qeyd edək Hacı icazəvizlə ki. Bəli, Hacı, təbii ki ona sualla müraciət edəcəm Hacı inşallah. Minnətdarım. Əlbəttə ki bu Rəcəb ayı barəsində çox gözəl şəkildə vurğuladınız. Mümkün olsa Hacı, Rəcəb ayının, yəni bizi izləyən dəyərli izləyicilərimiz ki, hal-hazırda bizi izləyirlər. Düşünürəm ki, onlar da bu sualın cavabını gözləyirlər ki, biz Rəcəb ayında hansı əməlləri eləyək ki, və Rəcəb ayının fəzilətləri bizə də şamil olunsun. Mümkünsə əməlləri barəsində məlumat verərdiniz Hacı. Rəcəb ayının ən üstün əməli həmən ayı oruç tutmaqdır. Bütövlüklə, tamamilə oruç tutmaqdır. Bir kəs gəldi İmam Sadiq əleyhissalama ki, Rəcəb ayının axırları idi. Həzrət buyurdu ki, oruç tutmusan bu ayda, dedi, yox. Dedi, böyük bir feyzi əldən vermişsən, dedi. Bir neçə gün qalmışdı, axırları idi. Dedim, yəbnə Rəsulillah, bəs eləyə bilərəmmi ki, bu son günlərin oruç tutam? Həzrət buyurdu, bəli. Hər kəs Rəcəb ayını oruç tutarsa, Həzrət onun savabını, fəzilətini sadaladı, Allahın rəhmətidir. Və o bir gün oruç tutarsa, eləyə bilsə, heç olmasa Rəcəb ayında Allah rızası üçün bir gün oruç tutarsa, vəzəbət ləhvul cənnə, onun mükafatı cənnətdir. Amma bir şəri məsələ qeyd edeyim. Bizim dəyərli bazı qardaşlarımız ki, adətən mübarək Ramazan ayı öncəsi bu suallar ki olur. Bəli. Amma bu Rəcəb Şəbanda da çox müraciət olunur. Boynunda qəza orucu olan insanlar, bazı qardaşlarımız da Rəcəb niyyəti ilə oruç tutmasınlar. Qəzaların tutsunlar. Ki, boynunda qəza orucu olan adam müstəhəb oruç tuta bilməz. Amma birdən qəzaların tutsalar, həm vacibi ödəmiş olurlar, belədir, həm də rəcəbçilərdən sayılırlar. Rəcəb ayının savabını da Allah Teala onlara verir. Qəzaların tutacaqlar, əgər qəzası varsa. Və həm də Rəcəb ayı oruç tutanlar siyahısında adları inşallah Allah dərgahında o cürə qeyd olunur. Və sədəqə vermək bu ayda. Sədəqə vermək və çox-çox Allahı zikr eləmək və bayaq da qeyd etdiyimiz kimi istiğfar eləmək ki, əstəğfirullahə və əsəluhu tövbə. Bəli, bu zikr eləmək ki, ya mən ərcuhulik, bəli şu ayə ki, Rəcəb ayının duası ki, hər vacibi namazdan sonra o duanı, Rəcəb ayına məxsus olan qısa bir duadır ki, onu oxumağın böyük savabı var. Tövsiyə olunur Əhl-i Beyt əleyhissalamla. Hacı, təşəkkür edirəm. Allah sizdən razı olsun. Allah elminizi daha da bərəkətli, daha da nurani etsin inşallah. Həqiqətən də bizi izləyən dəyərli izləyicilərimizin adından deyə bilərəm ki, aydınlatdınız bizi. Gözəl şəkildə məsələlərə toxundunuz. Təbii ki, hədislər vasitəsilə izah elədiniz. Mən də Allahdan dua elə bilərəm ki, Allah hər birimizə fürsət versin, imkan versin. Rəcəb ayının, o mübarək ayın fəzilətlərindən hər birimiz yararlanaq, faydalanaq inşallah. Hacı, və bu gözəl gündə təbii ki, bizim Əhl-i Beyt məddahı qonağımız da var. Gözəl səsi ilə, avazı ilə insanların qəlbinə yol tapan, xüsusilə bugün İmam Muhammed Baqir Əleyhissalamın mövlud günüdür və həmçinin də Rəcəb ayının ilk günüdür. Əbülhəsən Racinin gözəl bir beyti var ki, Eydə əzhadə nigarı özümə ram elədim, xəlqi bir bayram edir, mən iki bayram elədim. Doğrudan da bugün iki bayramdır, həm Rəcəb ayının əvvəli, həm də İmam Muhammed Baqir Əleyhissalamın. Söz Əhl-i Beyt məddahı Rəsul Həsəni sizindir. Buyurun qardaş. Təşəkkür edirəm sizə söz verdiyi üçün. Allah razı olsun inşallah. Ey şəms-i məşarik xələf Heydər Kərrar. Maşallah. Ey şəms-i məşarik xələf Heydər Kərrar, sərmaye Qur'an şərəfi mətmə-i əhrار. Zəhranın əziz oğlu Zəyimmu ulul əbsar, elm əhlinə ustad qədər fəxr-i məfaxir,
Erşəhlinə basir tanınıbsan, bizə baqir. Erşəhlinə basir tanınıbsan, bizə baqir. Sən ayine nuri خداوند جلیسن، مشکات حقیقت جلوات ازلیسن. زهران عزیز اغلی فخر علیسن، دانشگاه سجاده ثابت قدم oldun. Allame bin islim melayiş kadem oldun. Adı her nam peygamber sözü fahir. Adı her nam peygamber sözü fahir. لقب حضرت باقر özü tahir. لقب حضرت باقر özü tahir. Şuaranın kalemi medhine aciz, Udabanın dili tarifine qasir. Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mevla. Teşekkürleri. Təşəkkür edirəm. Allah səsinizə bərəkət Təşəkkür versin. edirəm. Doğrudan Sağ da olun. bu gözəl ifa həqiqətən də Hacı da, mən də çox təsirləndi. Elə bizi düşünürəm ki, izləyən izləyicilərimiz də Mövlud ab-havası yaşatdınız. Allah razı olsun. Allah səsinizə bərəkət Sağ olun, versin. təşəkkür edirəm. Allah sizi bu yolda müvəffəq Amin, eləsin inşallah, inşallah. cümləmizə. İmam Muhammed Baqir əleyhissalamdan ifa təqdim elədiniz. 5-ci imamımız Hacı. Bəli, bu gün də onun elə Mövlud günüdür. İmam Muhammed Baqir əleyhissalam dediyimiz zaman təbii ki, ümumi hər birimizin məlumatımız var ki, 5-ci imamımızdır. Həzrəti İmam əleyhissalamla xanım Zəhra salamullah əleyhanın nəvələrindən biridir. Mən istəyirəm elə İmam Muhammed Baqir əleyhissalam barəsində sizdən dolğun məlumatları alaq Hacı. Onun həyatı, onun yaşadığı dövr, zaman, atası, anası ümumiyyətlə bu barədə xahiş edirəm ki, buyurardınız. Köməyiniz olsun. Həzrət İmam Muhammed Baqir əleyhissalam məşhur budur ki, bəli, hicrətin 57-ci ilində Mədinə-i Münəvvərədə Rəcəb ayının ilk günü, Rəcəb ayının əvvəlində, birində dünyaya göz açılır. Bəzi tarixçilər Səfər ayının 3-ünü də qeyd edirlər. Amma daha məşhur budur ki, Rəcəb ayının əvvəli o Həzrətin Mövlud günüdür. Atısı 4-cü imam, İmam Zeynul Abidin əleyhissalam ki, Ali ibn Hüseyin, Seyyid-i Sacidin. Anası adı Fatimə. Ümmü Əbdillah künyəsi imam qızıdır. İmam Həsən əleyhissalamın qızıdır. Yəni, İmam Muhammed Baqir əleyhissalamın hər iki babası imamdır. İmamdır. Ata tərəfdən babası Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalam, İmam Səccad əleyhissalamın oğlu. Anası da İmam Həsən əleyhissalamın qızı. Ata tərəfdən də İmam Baqir əleyhissalamın babası imamdır. İmam Hüseyin və İmam Həsən əleyhissalam Həzrət Baqir əleyhissalamın babalarıdırlar. Və buna xatir də o Həzrətin, yəni İmam Baqir əleyhissalamın, İmam Muhammed Baqir əleyhissalamın ki, adlanması insanlar arasında belə deyərlər ki, İbnül Xiyarəteyn və yaxud Ələviyyun beynə Ələviyyin. İbnül Xiyarəteyn, iki dənə ixtiyar olunmuşun, iki sülalə, iki tərəfdən də babası imamdır. İbnül Xiyarəteyn, Ələviyyun beynə Ələviyyin. Bu Həzrətin anasının fəziləti haqqında istərdim deyim.
İmam Sadiq əleyhissalatu vesselam öz nənəsi haqqında ki, yəni İmam Baqir əleyhissalamın anası haqqında, öz nənəsi haqqında 6-cı imamımız buyurub ki, İmam Həsən əleyhissalamın övladları arasında ki, yəni qızları nəzərdə tutur, qız nəvələrin, onun mislində ləm yudrək fi alil Həsən misluha. İnneha kanət siddiqətən. Siddiqə idi və İmam Həsən əleyhissalamın övladı arasında onun mislində olan bir xanım yoxdur. Və İmam Muhammed Baqir əleyhissalam deyir, bir gün anam əyləşmişdi bir divarın kənarında. Birdən bir uğultu səsi gəldi. Divar ki, yıxılmaq üzərində ki, uçulur. Bir anam əli ilə işarə elədi ki, and olsun Peyğəmbərin haqqına, Muhammed el-Mustafa'nın sallallahu aleyhi və aleyhi. Peyğəmbərin haqqına ki, yəni sən mənim üzərimə uçulmamalısın. Əli ilə işarə elədi. Biz gördük ki, göydən asılı vəziyyətdə, yer ilə göy arasında asılı vəziyyətdə o divar qaldı, hasar qaldı. Ta o qədər vaxtda ki, mənim anam qalxdı oradan, uzaqlaşdı, ondan sonra divar yerə töküldü, dağıldı və atam İmam Səccad əleyhissalam buna görə 100 əşrəfi qızıl sədəqə verdi. Bu bəla ki, o xanımdan, anamdan bu cürə uzaqlaşdı. Bəli, anası Fatimə, Ümmü Əbdillah, atası qeyd elədi ki, İmam Səccad əleyhissalatu vəssalam Həzrətin ləqəbləri bir neçə ləqəb olub. Şakir, Hadi. Amma ən məşhuri Baqirdir. Və Peyğəmbər Əkrəm bu ləqəbi. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi. Allah rəhmət eləsin, Cabir ibn Əbdullah Ənsari böyük səhabə. Bir gün daxil oldum, gördüm. Peyğəmbər əleyhissalam qucağında nəvəsini götürüb, oxşadır, əzizləyir İmam Hüseyn əleyhissalam. Gəldim, salam verdim. Ki, görüşdük və Peyğəmbər əleyhissalam buyurdu ki, ey Cabir, mənim bu nəvəmi görürsən, dedi, Hüseynimi görürsən, sən bunun nəvəsini görəcəksən. Adı mənim adımdan olacaq. Onun adı Muhammed olacaq, sallallahu aleyhi ve sellem. Adı mənim adımdan olacaq. Baqiru ilmin nəbiyyin, Peyğəmbərlərin elmini yarıb dərinliyinə gedən Baqir, yəni yaran deməkdir ki, onu görəndə mənim salamımı ona yetirərsən. Ki, Cabir onda cavan idi, gənc idi, Peyğəmbər əleyhissalamın zamanında ki, Həzrətin bəlkə səhabəsi. Bir zaman gəldi, Mədinə küçələrinin birində artıq Cabir, ağsaqqal, pirani, yaşlı bir kişi. İmam Səccad əleyhissalam, oğlu İmam Muhammed Baqir əleyhissalamla gəlir, yeni yetmədir İmam Baqir əleyhissalam. Atası Zeynul Abdin əleyhissalamın yanında. Gəldi, salamlaşdılar. İmam Səccad əleyhissalam, oğlu 5-ci imamımıza dedi ki, Qəbbil rəsə əmmik. Ey oğlum, öpkünən əmrimin başından, alnından öpküydü. Ağsaqqaldı, Peyğəmbər sahabəsidir ki, görüşdülər. Soruşdu, kimdir, dedi, oğlumdur, adı Muhammeddir. Ağladı, dedi, Peyğəmbər Əkrəm sənə salam demək, mən Peyğəmbərin salamını sənə yetirirəm ki, və sənin adı Peyğəmbər mənə demişdi və bu cür demişdi ki, Tövratda isə həmin övladımın adı Baqirdir. Tövratda, Həzrəti Musa əleyhissalama nazil olan Tövratda adı Baqir olacaq. Bəli, Peyğəmbər Əkrəmin salamını yetirdiyi İmam Muhammed Baqir əleyhissalama. Və Həzrət, bax gəncidir, hələ İmam Səccad əleyhissalamın imamət dövrü. Dedi ki, Peyğəmbərin salamının cavabını aldı. Dedi ki, ey Cabir, vəsiyyət elə ömrümün axırıdır, az qalır. Son günlərində sanki Allah Teala Həzrət ki, İmam Baqir əleyhissalama, Peyğəmbər əleyhissalamın o salamını yetirməkdən ötəri Allah ona bir tul ömür verdi ki, ta Peyğəmbərin əmanətini, salamını bu Allahın hüccətinin huzuruna yetirsin. Hardan bilirsən, ata-anan fəda olsun sənə? Dedi ki, innəllaha ki, Allah mənə əta eləyib. Elmə ma kan və ma huva kain. Nə olub, nə olur, olacaq, biz Allahın hüccətləri, bütün o elmləri Allah Teala mənə əta eləyib, bizə əta eləyibdir ki, vəsiyyət elə. Bəli, Baqir ləqəbi, imamın ləqəbləri arasında ən məşhuri
ki, Baqir ləqəbidir. O Həzrətin üzüyünün qaşı. Bu da maraqlı olar, bunu da deyim. Buyurun, əlbəttə. Yəni, müstəhəbdir insan, məsələn, əqiq üzük, hər zaman əlindəki əqiq üzük olmağı, firuzə üzük, yəni qaşılar ki var, əl-xüsus namazda və səfərə gedəndə, əl-əqiq əmanun fis-səfər, Peyğəmbər əleyhissalam ki, səfərə gedəndə əqiq üzük olsun barmağınızdakı, oğrudan və sair bədbəxt hadisələrdən amandır. O Həzrətin üzüyünün qaşı üzərində əl-izzətü lillah və yaxud əl-izzətü lillahi cəmiyə. İzzət Allaha məxsusdur zikri yazılmışdır. Başqa bir rivayətdə innəllaha baliğu əmrih. Babası İmam Hüseyin əleyhissalamın ki, üzüyünün qaşı üzərində olan ki, Allah Teala öz əmrini yetirəndir. İnnəllaha baliğu əmrih. Bu rivayətlərin də ziddiyyəti yoxdur. Ola bilsin, yəni həmin üzük də İmam Baqir əleyhissalamda, yəni bir neçə üzüyü olubdur ki, onu da görən olub, o yazını da görən olub, bunu da. Bu İmam Baqir əleyhissalatu vəssalamın ki, üzüyü haqqında, amma Həzrətin ki, Baqir elmin nəbiyyin, peyğəmbərlərin elmini yarıb dərinliyinə gedən Əhl-i Sünnə kitablarında ki, qeyd olunur ki, neçə alimləri, böyük alimləri gördük ki, onun huzurunda necə ki, mədrəsə uşağı, məktəb uşağı, böyük ustadın huzurunda necə olar ki, bədəni lərzə əsir, uşaq kimi böyük alimlər o Həzrətin huzurunda o cürə özlərini hiss edərlər. Cabir ibn Yezid Cavfi deyir ki, danışanda bu cürdə böyük alim mənbərə çıxıb, amma danışanda nə cür danışardı? Mən, ey cəmaat, bu sözü kimdən sizə deyirəm, nəql edirəm? Mənə kim danışıb, kimdən eşitmişəm? Deməzdi ki, ya Muhammed ibn Əli, yəni İmam əleyhissalamın adı nədir? Həddəsəni, bu cür başladı. Həddəsəni vəsiyyül avsiya. Varisi ulumul ənbiya. Bu cür. Mənə bu sözü deyib eşitmişəm vəsilərin vəsisi. Peyğəmbərlərin elm varisi olan İmam Baqir əleyhissalamdan. Bəli, Həzrətin imamət dövrü də daha məşhur budur ki, 19 ildən bir qədər, 19 il, 10 ay, yəni 20 ildən bir qədər əski ki, imamətli dövrü olubdur. Həzrəti heç zaman qəhqəhə ilə gülən, şaqqanaq çəkib üzən qəhqəhə ilə gülən görməyiblər. Və çox səbirli idi. Və əsəbani də görməyiblər ki, nədənsə ötəri əsəbləşsin. Hətta bir nəfər bir nəsrani gəldi, dedi ki, əgər tul olmadı, mən bunu da dedim. Buyurun. Bir nəfər nəsrani gəldi, dedi ki, əl-əyazı billah, əntə bəqər. Bəqər, yəni öküz. Əntə bəqər. Həzrət Büşir, bəl inni Baqir. Mənim adım Baqirdir. Mənə Peyğəmbər Əkrəm Baqir yox. İmamı əsəbləndirmək, bəlkə əsəbləşdirmək, imama olan kini var qəlbində, bəlkə nəslanki. Gördü, yox, Həzrət əsəbani olmur. Dedi, yox, səhvim var. Mən Baqirəm, bəqər yox. Gülər üzlə. Dedi, əntəbnu təbbaxə. Mətbəx sözü olduğundan da təbbaxə. Sən bir aşpaz qadının, bir xörək pişirən aşpaz qadının oğlusan. Dedi, oğlan, zalikə hirfət qadın elə xörək pişirməyi olar. Yəni, bu yaraşıqdır qadın üçün, zinətdir. Dedi, onun hirfəsi, bunun peşəsidir. İnsan nə olar? Xanım gözəl xörək pişirməyi zadı indi. Dedi, əl-əyazı billah üçün bu var böyük kitablarda ki, Allah rəhmətən Şeyx Abbas Qumlu Muntəli Amal'da da bu. Dedi ki, sən bir əxlaq, bəd-əxlaq, yəni pis adda ki, adlandırdı ki, elə bir qadının oğlusan. İmam buyurdu ki, əgər düz deyirsənsə, əlbəttə düz demirdi. Əlbəttə düz demirdi ki, böyükdə. Əgər düz deyirsənsə, Allah onu bağışlasın. Əgər böhtandır, səhv deyirsənsə, yanlış deyirsənsə, əlbəttə ki, yanlış deyir belə ki, yalan kəzibtə, yalan deyirsənsə, Allah səni bağışlasın. Allah səni bağışlasın. Bir dənə salihə, möminə bir xanıma, Peyğəmbər nəslindən olan bəlkə bir imam qızına, imam anasına, imam xanımına ki, sən ki, Allah onda səni bağışlasın. Baxdı gördü, Pərverdigara. Dedi, and olsun Allah'a, mən səhv yolda olmuşam, sizi mənə düşmən kimi tanıtır. Düşdü imamın qədəminə ki, siz doğrudan da helm, hikmət, fəzilət sahibisiniz. Bu İmam əleyhissalatu vəssalamın bəlkə fəzilətlərindən ki, bir kəlmə istədim, səsləndirəm. Və
bunu da istədim qeyd edim. İmam bütün bunlarla yanaşı imam çox zəhmət çəkirdi. Çox zəhmət çəkirdi. Bir gün bir nəfər dedi ki, mən bunu möcüzə eləyəcəm imama. Nəyə görə? Gördü ki, İmam Əleyhisselam öz bağında işləyib və o qulamlar ki vardı, nökərlər, imamın taqəti yoxdur. Yəni belə deyim, əlləri onların çiynində, hava da isti, Mədinənin istisi gəldi, yaxınlaşdı, indi imamın möcüzə eləyir. Dedi, gedib onu möcüzə eləyəcəm, bu Haşimi Seydin. Əsləhəkəllah. Allah səni islah eləsin, imama deyir əslən. Adam da dünya üçün özün bu qədər öldürər. Bəs qorxmursan, ölüm səni haqlasa, indi ölsən bu vəziyyətdə ki, belə o qədər işləmirsən dünyan üçün, o qədər işləmirsən, dünya malından ötəri bağında işləmirsən ki, qorxmursan Allahın huzuruna nəzir gedəsən, Allaha nə cavab verəsən? Dedi ki, əgər Allah məni indi öldürsə, ölüm məni haqlasa, Allah huzuruna üzü ağ gedərəm ki, Allahın itaətində ölmüş olaram ki, sənə və başqalarına ehtiyacım olmadığına görə halal zəhmətlə işləyirəm. Çox gözəl bir haldır. Halal zəhmət çəkirəm. Məl'unun mən əlqa kəllahu ələnnas. Öz yemək, içməyini, güzaranını başqalarının boynuna atıb. Bir nəfər gəldi, bir haşiyə çıxım, gəldi, birini tərif edir. Yəni, Resulullah, biz həcc ziyarətinə gelmişdik. Biri vardı, sən nə qədər namaz qılırdı, nə qədər zikir edirdi, çox gözəl. Dedi, bəs bu yol boyu bunun süfrəsini sərmək, süfrəsini yığışdırmaq, bunun dəvə ilə, atla gedirlər. Bunun atına, dəvəsinə su vermək, yem vermək, neçə gün axı yol var. Bunları kim eləyir? Dedi, biz eləyirdik. O namaz çox qılırdı. Biz öz heyvanlarımızda su varırdıq, yemliyirdik, onun da. Süfrəni biz salırdıq. Ta o gəlirdi, çörək yiyirdi, biz yığışdırırdıq. O çox namaz qılırdı. Həzrət buyurdu ki, vallahi, sizin savabınız ondan qat-qat artıqdır. Sizin savabınız ondan qat-qat artıqdır. O kəmiyyətə baxmazlar, keyfiyyətə baxarlar. Ki, itaət başqa bir şey. Bəzən, əgər vaxtımız var, buyurun. İmam Sadiq Əleyhisselam buyurdu ki, atamın bir qatırı itmişdi. Qatırı. Həzrət buyurdu ki, gördüm, atam dedi ki, əgər Allah onu mənə qaytarsa, tapılsa, Allaha elə bir sitayiş eləyəcəyəm ki, elə bir şükür eləyəcəyəm ki, yəni bizim elə bir təşəkkür eləyəcəyəm ki, Allaha layiqli surətdə bir təşəkkür eləyəcəm, şükrün yerinə yetirəcəm. Dedi, görəsən nə cür olacaq? Kaş bir tapılaydı da. Bir qədər keçdi, dedilər ki, tapılıb, bütün yəhəri ilə, zadı ilə hamısı tapılıb. Ki, bəli, götürüb gəldilər, atam əyləşdi, başını qaldırdı, asimana baxdı. Dedi, Elhamdülillahi Rabbil aləmin. Bir daha bunu dedi, sonra yola davam elədi. Biz bunu gördük, başqaları da soruşdular ki, yəminə Resulullah, bəs dedim, bir dənə layiqli şükür eləyəcəm, bir dənə Elhamdülillah dedim, qurtardı, getdi. Dedim, bəs ələm əqul Elhamdülillah, dedi, bəli, dedi, nə? Dedi, bəs bir bəndə ki, deyər, Elhamdülillah, bütün o Allahın nemətlərinin şükrünü yerinə yetirmiş kimi sayılır ki, ərəb dilini bizi izləyənlər arasındakı ruhanilər, tələbələr, o əlif-lam ki var, əlif-lam istiqraqdır. İmam buyurdu ki, yəni, kullu həmdin lillah, bütün sitayişlər, bütün həmdlər Allaha məxsusdur. Elhamdülillah, bütün duaların seyyidü dua, seyyidül ədiyyə duaların seyyididir, ağasıdır. Və İmam Əleyhissalatu vəssalamın ki, yəni Həzrətin əxlaqına dair, ki, Həzrətin zəhmətkeş olması, Həzrətin eyni zamanda ki, nə cür ki, Allaha itaətə vaxt ayırması, hətta bu işləməyi, halal zəhməti belə ən böyük itaətdən Həzrət hesab edildi. Hacı, təşəkkür edirəm. Allah sizdən razı olsun. Yenə də bir istəyirəm ki, bir sualla müraciət edeyim sizə. İmam Muhammed Baqir Əleyhisselamın hədislərindən xahiş edirəm bizim üçün və izləyicilərimiz üçün. Bir neçə hədisini xahiş edirəm, səsləndirərdiniz. Bəli, o Həzrətin moizələrindən ki, qeyd olunub kitablarda, bizim mötəbər kitablardan, yadımda olanlarından ki, bəzilərin ki, o ərəbi ibarəsi də birdən yadımda olması, amma hədisin məzmunu bəli ki, Həzrət bu ki, bir kəs, çünki Allah Teala onun öz daxilində Allah bir vaiz, bir muizə, yəni insanın ilk əvvəl gərək özü özünü muizə edən olsun. Əgər insan özü özünə muizə yəni nəsihət, daxilində ona nəsihət edən bir qüvvə Allah yaratmayıbsa, başqalarının muizəsinin ona heç bir
təsiri, əsəri olmayacaq. İlk əvvəl insan bir şeyi eşidəndə, bir Quran ayəsini, Peyğəmbər, İmam hədisini eşidəndə gələk daxilində özü öz vicdanı bəlkə onu muizə eləsin. Əgər içində bu yoxdursa, başqalarının söylədiklərinin, muizələrinin ona heç bir təsiri olmayacaq. Həzərdir ki, özünüz özünüzü muizə eləyin, bir nəticə çıxarır. Və digər bir hədisdə İmam Əleyhissalatu vesselam buyurdu ki, heç zaman belə dua eləməyin ki, Allahumma əğnina ənin-nas. Allah məni insanlardan ehtiyatsız elə. Bəzən deyir, Allah məni heç kimə möhtac eləmə. Bizlər deyər bu dua. Yox, belə dua eləmiyor. Belə dua eləmiyor. Deyin ki, Allah məni pis insanlara möhtac eləmə. Yaxşı olmayanlara möhtac, şər insanlara məni möhtac eləmə. Öz dostlarına möhtac elə. Çünki möminlərin bir-birinin duasına ehtiyacı var. Bir-birinin xoş rəftarına ehtiyacı var. Allah bu cürə xəlq edib. Yəni hacı biz ehtiyacsız olan Allah da bizə ehtiyaclı var. Allah məni öz dostlarıma möhtac elər. Yəni öz düşmənlərimə, yaxşı olmayanlara, şər insanlara məni möhtac etməklə. Və İmam Əleyhissalatu vesselamın nəsihətlərindən biri, eyni zamanda bu deyək ki, Həzrətin möcüzələrindən biri Əbu Bəsir. Əbu Bəsir deyir, mən gəldim Bəsrədəydim. Bəsrədəydim, orada bir müddət qalıb dərs veribdi. Gəldim, gördüm İmam Muhammed Baqir Əleyhissalam narahatdır, yəni məni xoş qarşılamadı. Sanki bir adamı incitmiş kimiyəm, yəni onu. Çox özüm də narahat oldum, dedim, ata-anam fəda olsun, ya ibn Rəsulullah, heç üzümə baxmırsan belə. Danışmaq istəmirsən mənimlə belə. Başını qaldırdı, dedi ki, ey Əbu Bəsir, Allahdan həya eləmədin, xanımdan zarafat elədin. Demək, mən deyir, dərs verildim, bir xanımdan bir zarafat elədim, belə naməhrəm bir xanımdan. İkimizdir, yəni. Uyğunsuz elədin zarafat. Bəli, Bəsrədə. Bəsrədə. Deyir, bəs həya eləmədin Allahdan. Yəni, mən bir balaca istəyirəm haşiyə çıxım ki, ey mümin bacı qardaşlarım, yəni bizi izləyənlər, gör, elə bir imamımız, elə bir imamlar var. İmam Baqir Əleyhissalatu vesselam Mədinə hara, Bəsrə hara. Öz şiəsinin halından, vəziyyətindən, rəftarından xəbərdardır İmam Muhammed Baqir Əleyhissalatu vesselam. Dedi ki, bəs həya eləmədin ki, naməhrəmdən o deyil də, oradan da utandım, xəcalət çəkdim, tövbə elədim, üzrxahlıq elədim. Və Həzrət buyurubdur ki, İza həccə əhədukum. Allah hər bir mömin bacı qardaşlarımıza Allah Teala Məkkə, Kərbəla, Mədinə, Nəcəf, müqəddəs yerlərin ziyarəti nəsib eləsin. Əgər həccə getsəniz, sizlərdən biriniz həcc qılsa, gəlib bizi ziyarət etməsən, Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və onun pak əhl-i beyti ki, 4 imamın qəbri ki, onlardan biri də Muhammed Baqir Əleyhissalam ki, Bəqi qəbristanlığındadır. Hər kəs həcc qılarsa, amma bizi ziyarət etməsə, onun həcci naqis olar. Baxın, imam ziyarəti, Mədinə ziyarəti həccin, ümrənin əməllərinə daxil deyil. Nə vacibi, nə müstəhəbbi həccə dair. Məkkəyə dair əməl deyil. Həcci səhihdir, bir insan yerinə səhih. Amma deyir ki, naqisdir. Amma deyir, naqisdir. Çünki vilayət var axı. Peyğəmbər Əkrəm də bu ki, əgər məni ziyarət etməsə, cəfa eləyibdi mənə. O şəxs cəfa eləyibdi. Ləənnə ziyarətənə. Çünki biz imamların ziyarəti. İmam Muhammed Baqir Əleyhissalamın Mədinədə olan ziyarəti min tamamil həcc. Həccin tamamlayandır, möhrün vurandır ki. Allah Teala bizlərə Ali Muhammedə olan geniş mərifəti və onunla bahim ki, məhəbbəti Allah Teala əta eləsin ki, qəlbimizdə olan o məhəbbəti daha da cilvələndirsin inşallah. Təşəkkür edirəm Hacı. Doğrudan da bu gözəl söhbətlərdən doymaq olmur. Mövlud günündə həqiqətən də bilirəm, bizi izləyənləri də, bizi də çox sevindirdiniz. İnsan nə zaman sevinər? Yəni, xoş bir söz eşidəndə də insan sevinə bilər, xoş bir xəbər eşidəndə də. Bugünkü gündə, bu Mövlud günündə imamımızın, İmam Muhammed Baqir Əleyhissalamın həyatında, onun fəzilətlərindən söhbət açmağınız, onun gözəl əxlaqi keyfiyyətlərini bizlər üçün
izləyicilərimiz üçün danışmağınız bizi çox sevindirdi, şad elədi. Bizim üçün də həqiqətən də gözəl bir mövlud oldu hacı. O inşallah ki, əziz qardaşımızı dinləyərik. Dərda ki, əhli danış-ı idrak getdilər. Məcruh dil şikəstə və qəmnak getdilər. Amma necə? Alayış-ı zəxarifə aludə olmayıb. Dünyaya pak gəldilər, o pak getdilər. Allah bizi o pak paklardan ayrı Bu şeir parçası kimin? Füzulidən. Məhəmməd Füzuli. Bəli. Təşəkkür edirəm. Doğrudan da hacı elə yerinə düşdü. Bizim elə verilişimiz də misra verilişidir. Təbii ki, inşallah növbəti verilişlərdə bilirəm sizin şeiriyyatla da çox gözəl rabitəniz var. Əlbəttə Allah nəsib eləsin. Növbəti verilişlərimizdə sizi inşallah dəvət edərik. Şeiriyyat aləmindən də bizim üçün gözəl söhbətlər edərsiniz. Bəli, doğrudan da əziz izləyicilərimiz, imamlarımızın hər birinin həyatı bizim üçün böyük bir örnək təşkil edir. Fərq etməz, hansı imamımızın həyatı ilə maraqlansaq, hər birində bizim üçün, bizim də yaşayışımız üçün onlardan götürəcəyimiz nümunələr, ibrətlər bəs qədərdir, yetəri qədərdir. Yetər ki, biz onların həyatını öyrənməyə çalışaq. Bu gözəl Mövlud günündə əlbəttə hər dəfə qeyd edirəm ki, adam verilişin bitməyini istəmir, amma nə edək ki, hər bir verilişin bir müəyyən bir vaxtı var hacı. Ona görə çox təəssüf ki, verilişimizin artıq sonuna yaxınlaşdıq. Sonda Əhl-i Beyt Məddahi Rəsul Həsəni qardaşımdan gözəl bir ifa eşidəcəyik və mən sizlərlə sağollaşıram. Qiymətli izləyicilərimiz, təşəkkür edirəm ki, bizi izlədiniz. Allah nəsib eləsin inşallah növbəti verilişlərdə sizin də görüşməyi səbirsizliklə gözləyirik. Allahın nəzəri sizin və ailənizin üzərində olsun inşallah. Allaha əmanət olasınız. Bayramınız bir daha mübarək olsun. Xuda hafiz. ای صاحب و عصر و zamanı Cöylüm tutup senden bahane Gel çare kıl gemi hicrana Yebne Zehra Ey alemi şur و صفاسی ای خلقت نز و بهاسی بس هر دستان زهرا بالاسی ابن زهرا Koyma bu kalbi yansın Ateşi firqatından Çıx şəmsi aləm ara Mədarı qeybətündən Koyma bu kalbi yansın Ateşi firqatından Çıx şəmsi aləm ara Mədarı qeybətündən Ömrüm yetişdi başa Hicrün qərarım aldı Yubanma şəhriyara Gəl nökərin qocaldı Yubanma şəhriyara Gəl nökərin qocaldı Ya ibnəl Hasan, ya ibnəl Hasan 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 Ya ibnəl Hasan, ya ibnəl Hasan
يا ابن الحسن يا ابن الحسن.